vəzifəli adam var idi. İndi pensiyadadır. Bir dəfə qış vaxtıdır. Bu belə deyim, Şirvan bölgəsinin rayonlarından birində idi. Deməli, yoldaşı qışdı, qar yağır, çovğundur. Ancaq belə də o qədər müftə yeyib ki, xanımı qayıtdı ki, pəncərədən. O vaxtda müxalif qəzet var idi, qüsurları yazırdıq, mən də yazırdım. İndi də deyirəm zaten. Ay Səbu mənbə, deyirsiniz, cəmaat dolana bilmir. Baxın, hamının əyində qalın paltar var. Deməli, bu qalın paltar varsa, deməli, hər şey qaydasındadır da. Onu hardan tapır, necə tapır, neçə ilin paltardır, orasını düşünmür. Çünki bu hazır olan. Sonra söhbət əsnasında yoldaşına dedi ki, o bir filan qızıldan deyir, bəs demişdin alacam. Bəlkə 300-400 qramlıq qızıl idi. O da dedi, hə, alacam, qoy maaşı alım. Maaş da deyilmiş də, yəqin ki. Belə dəvət elədi, bizim izləyici idi. Dəvət eləmişdi evlərini bir səkən çəkdim və belə baxdım, gördüm, hərə bir cürədir. Yəni, o cür baxırlar insanlara. Yəni, onlar düşünmür, onların sualı yoxdur. Sualını verir həyat yoldaşına, o da onu təmin edir. İstəyirəm gedək filan dağlarda gəzək, istəyirəm gedəm İstanbulu görüm. Problem yoxdur. Bizdən, boğazımızdan alınan o paralarla onlar da gedir, istirahət edir və düşünür ki, hamı belədir. Elə babalarımız ona görə çox qəşəng deyib ki, toxunacdan xəbər olmaz. Belə. İndi bizi amma suallar düşündürür, sıxıntılar düşündürür, nə eləməli, nə eləyərik. Ola bilər, içinizdə kifayət qədər ziyalılar da var, möminlər də var. Bizə bir yol göstərin. Bugün elə bilin ki, mən sizin qəbulunuza gəlmişəm. Bu cəmiyyəti düzəltmək üçün nə eləmək olar? Bizim siyasilər də, adını müxalif qoyanlar da görsən, belə olmamalıdır, filan şey belədir, nə bilim, hər başçının rayonlarda bir villası var, nəyi var. Bunu bilirik də, bu olmamalıdır, onu versinlər bir qazi ailəsinə, şəhid ailəsinə, onun verəsi deyil onsuz da, elə belə deyirlər də, güya ki, cəmaatın ürəyindən xəbər verir. Nə eləməli olduğunu demək olar ki, demirlər. Ortaya sən ideoloji bir sxem qoymalısan, nə bilim, həlli yollarına aparan metodları ortalığa qoymasan, yollar göstərməsən, dünya təcrübəsindən misallar gətirməsən, insanlar da bilməlidir ki, necə eləyər. Mən məsələn, həmişə deyirəm, ancaq o reallığı, gerçəkləri unutmayın, beyninizdə qalsın və ətrafınıza, ailənizə, uşağınıza, yaxın ətrafınıza deyin. Deyin, ən az o bilsinlər gerçəyi. Gerçəyin zamanı gələndə onlar üçün çətinlik olmayacaq. Başqa nə eləmək olar ki? Ona görə və ola bilər sizin içinizdə elə ağıllı məsləhət olar ki, mən başqa efirlərə çıxmaq, efirlərə çıxanlara tövsiyə vermək imkanlarım var. Deyərəm, bax, bir izləyicimiz belə yazmışdı, bunu efirdə deyir və o kütləviləşəndən sonra, ictimailəşəndən sonra görsən artıq o effekt verir. Gerçəkdən də, amma heç kim yazmır. Hamı bir-birinə lağ eləmək, bir-birində qüsur tutmaq, nəsə də belə bir şey eləmək məqsədi güdür. Böyük əksəriyyət. Amma vəhdət olmasa, dünya tarixinə baxaq, vəhdət birliyi olmasa heç nə eləmək olmaz.